Salam əziz uşaqlar, bugün sizlərə güvən test toplusu 5-8-ci sinif test vəsaitindən əvəzlik testlərinin izahını verəcəm. Biri əvəzliyin mənaca növlərindən deyil, burada düzəltmə əvəzlik, əvəzliyin quruluşca növünə aiddir D variantında. 2. O əvəzliyindən sonra vergül qoyula bilər. O düz 1 saat yarım yazdıqlarını oxudu. Burada düz ədat olduğuna görə vergül qoyulmayacaq. Ədatlardan yalnız təsdiq və inkar bildirən ədatlar gələrsə vergül qoyular. Digər ədatın növlərində vergül qoyulmayacaqdır. O kiçik bacısını bağçaya apardı. Burada o şəxs əvəzliyi idi. Kim sualına cavab verib. Ona görə vergül qoyulacaqdır. Həmçinin özündən sonra sifət gəlibdir. O tərəflərə yolun düşəndə burada ancaq hansı sualına cavab verir, işarə məqsədi ilə işlədilib, ona görə burada vergül olmaz. O bunları kimin yanında söyləyib? Demişdik ki, ondan sonra əsas nitq hissələrindən əvəzlik və feil gələndə vergül olmaz. Kim sualına cavab versə də, ona görə D variantı da yanlışdır. 3. Hansı cümlədə qeyri-müəyyən əvəzlik ismin təsirli haldadır? Qumrunun heç kəs sözü qumruya aiddir. Aidlik mənsubiyyət bildirir və burada mənsubiyyət şəkilçisindən başqa digər şəkilçi olmadığına görə bu adlıq halda hesab olunur. Təsirli hal deyil. Məlum oldu ki, heç kimdə açar yoxdur. Burada heç kimdə dadə yerli hal şəkilçisidir. Çox axtardı, heç kimi tapa bilmədi. Burada isə heç kimi sözü təsirli halda olan qeyri-müəyyən əvəzlikdir. Onlar səni çox axtardılar. Səni təsirli halda olsa da, lakin şəxs əvəzliyidir. 4. Mübtəda vəzifəsində işləyən o bu əvəzliklərindən sonra hansı nitq hissəsi gələrsə vergül qoyulmaz, bayaq qeyd etdik əsas nitq hissələrindən əvəzlik və feil. 5. Hansı cümlədə o və ya bu əvəzliyindən sonra vergül qoyulmalı idi? O 4-cü sinifdə oxuyur. Kim? Şəxs əvəzliyidir. Özündən sonra say gəlib qoyulacaq. Bu mənim kitabım deyil. Burada bu nə sualına cavab versə də, lakin özündən sonra əvəzlik gəlib deyə olmaz. O danışanda gözlərini tez-tez qırpırdı. Feili bağlama gəlib olmaz. Bu film çox maraqlıdır. Burada hansı film işarə əvəzliyidir, ona görə vergül qoyulmaz. 6. Verilmiş cümlələrin birində qeyri-müəyyənlik bildirən əvəzlik işlənməmişdir. Onu heç kim işə qəbul etməyəcək. Burada heç kim var. Buna görə kimsə məni ittiham edə bilməz. Kimsə sözü var. C-də hamı sözü var. D-də isə bu işarə əvəzliyidir. Sonra 7. Sillogizmi tamamlayın. Sillogizmdə iki fikirdən siz ortaq bir fikir çıxardırsınız. O əvəzliyi ismi əvəz etdikdə şəxs, sifəti əvəz etdikdə işarə əvəzliyi olur. O mənim dostumdur cümləsində o əvəzliyi ismi əvəz etmişdir. Deməli, o əvəzliyi ismi əvəz edərkən özündən sonra vergül qoyulur. Bu hər zaman doğrudur, fikri yanlışdır, ona görə A-nı götürmürük. O mənim dostumdur cümləsində o əvəzlik şəxs əvəzliyidir. Bəli, bu doğru fikirdir. O mənim dostumdur cümləsində iki şəxs əvəzliyi işlənmişdir. O əvəzlik ismi əvəz etdikdə şəxs, sifəti əvəz etdikdə işarə əvəzliyi olur. O mənim dostum cümləsində o əvəzliyi, burada o əvəzliyindən danışdığına görə uşaqlar C variantı da doğru fikirdir, lakin sillogizmə uyğun deyil. Ona görə C-ni götürmürük burada. Cavab olacaq B variantı. 8. Hansı cümlədə kimsə əvəzliyi, heç kim əvəzliyinin sinonimi kimi işlənməmişdir? Görsəniz ki, inkardadır, deməli sinonimdir. İnkarda deyilsə, sinonim deyil. Neçə vaxtdır ki, anasının qapısını kimsə döymürdü? Burada görürük ki, inkardadır, deməli sinonimdir. Dərsə kimsə hazırlıqlı gəlməmiş, yenə inkardır. D-də də görürsünüz inkardır, amma C-də isə biri sözünün sinonimidir kimsə əvəzliyi, heç kimin sinonimi deyil. 9. Nümunədəki şəxs əvəzliyinə aid olmayan fikri müəyyən edin. Paxıllıq eyləsə dostuna bir kəs, onun yoldaşlığı toza da dəyməz.
Burada əslində olmalı idi ki, şəxs əvəzliyinə aid yanlış fikri müəyyən edin. O da mənsubiyyət şəkilçisi qəbul etmişdir fikri yanlışdır burada. Digərləri isə doğrudur. 10. İşarə əvəzliyindən sonra vergülün düzgün qoyulduğu cümləni müəyyən edin. İşarə əvəzliyində bu işarə əvəzliyə əgər kim, nə sualına cavab verərsə, o zaman vergül qoyula bilər. O heykəlin yanında dayanmışdı. Yadınızda qalsın ki, odan sonra vergül olanda bilin ki, o şəxs əvəzli idi. Bu işlərin bir sonu olmalıdır. Burada bu işlərdə hansı sualına cavab verdiyi üçün olmaz. Bu insanı düşündürən, onu irəliyə aparan ideyadır. Nə bu, nə sualına cavab verir və özündən sonra isim gəlir, doğrudur. D-də də bu əsər hansı sualına cavab verdiyi üçün olmaz. 11. Hansı cümlədə fərqləndirilmiş əvəzlikdən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Bu o zaman olurdu ki, siz həmin bu əvəzliyinə bir dəfə kim, bir dəfə hansı sualını verirsiniz və yaxud bir dəfə nə, bir dəfə hansı sualını verirsiniz. Bu mənim bacımdır. Burada ancaq kim sualını verirsiniz. O gələndə artıq hava qaralmışdı. Burada ümumiyyətlə vergül olmayacaq, çünki feili bağlama gəlibdir. Bu çoxdan oxuduğum kitabdır. Burada bu ismi əvəz etmişdir, lakin özünün deməli ancaq qoyula bilər, qoyulmaya da bilər fikri yoxdur. O kəndə tərəf addımlardı. Kim kəndə tərəf addımlardı o? Bir deyirik ki, kim, hansı kəndə tərəf addımlardı o kənd? Deməli olacaqdır. 12. Cümlələrin birində əvəzliyin ki müxtəlif məna növü işlənmişdir. Kim ki öyrənməyi bilməyirsə ar, sudan dür, daşdan da gövhər çıxardar. Burada kim sual əvəzliyi var yalnız. Bəlkə bu yerlərə bir də gəlmədim. Duman, salamat qal, salamat qal. Burada ancaq bu işarədir. C-də sən, mən şəxsdir, özün də təyin əvəzlikdir. Deməli, C variantını götürəcəyik. D-də ancaq şəxsdir. 13. Hansı cümlədə əvəzlikdən sonra vergülün qoyulması əvəzliyin özü ilə əlaqələndirmək olmaz? Bu deməkdir ki, yəni əvəzlik digər köməkçi nitq hissələrinin vəzifəsindən əsasən qoyulub. Bir modal sözlərdir. Sözün əvvəlində gələndə özündən sonra vergül qoyulur. Sözün ortasında gələndə hər iki tərəfdən, sözün sonunda gələndə isə özündən əvvəl. Həmçinin bu təsdiq və inkar ədatlarına da aiddir. O yaxşı adamdır. Burada əvəzliyin tələbinə görə qoyulub. Çünki o kim sualına cavab verir, yaxşı da sifətdir. O şəhərdə işləyirdi. Burada yenə bunu iki cür işlətmək, düşünmək mümkündür. Burada da əvəzliyin özü ilə əlaqəlidir. Lakin C variantında görürsünüzmü? Əlbəttə orada təsdiq bildirən modal sözdür. Modal sözün tələbinə əsasən hər iki tərəfdən vergül qoyulubdur. Deməli olacaq cavab C. 14. Hamıdan doğru danışmaq tələb olunur cümləsində nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Hamı əvəzlik, doğru zərf, danışmaq məsdər, yəni təsriflənməyən feil, təlib olunur da olacaq təsriflənən indiki zamanda olan feil. Xəbər şəklində olacaq A. 15. Bizim sözündəki im şəkilçisi, yerlik hal şəkilçisi ilə homonimdirsə, deməli bu mənim bizimlə söhbət gedir və burada ayaqqabı tikən alət mənasında olduğuna görə olacaq yalnız isim. 16. Burada əvəzlikləri uyğun etmək üçün sondakı şəxs şəkilçisinə fikir verməlisiniz. Kömək etməlisiniz. Kim? Siz. Etiraz etdilər. Kim? Onlar. İştirakçıları idik. Kim? Biz. 17. Ovçu, insaf ilə keçmə bu düzdən, o çöllər qızını. Burada o çöllər işarədir. B-də də yenə o insanla, hansı insanla işarədir.
C-da o adamı, hansı adam işarədir. Lakin D-də ona söz vermişəm ki, yaxşı oxuyacağam. Burada isə olacaq şəxs. 18. O əvəzliyi ismi əvəz etdikdə şəxs əvəzliyi olur. Sifəti əvəz etdikdə isə işarə olacaq C. Sizə nə olub? Heç kimə bir söz demək olmur. Burada sizə şəxsdir, nə olub? Sualdır, heç kimdə qeyri-müəyyəndir. 20. Əvəzlikdən sonra vergül doğrudur. Bu kitab Osmanlılar haqq. Bu kitab işarədə olmaz. B-də o-dan sonra feili bağlama olmaz. C-də bu-dan sonra bağlayıcı olmaz. Lakin D-də o şəxsdir, həmçinin özündən sonra say gəldiyi üçün doğrudur. 21. Əvəzliklərdən biri quruluşca düzəltmədir. Hamı filan sadədir, filan kəs mürəkkəbdir. Neçənci isə düzəltmə olan sual əvəzliyidir. 22. Şeirlərin hamı tərəfindən oxunur. Kimin? Sənin şeirlərin. In ikinci şəxsə aiddir. İşinizi, sizin. İkinci şəxsin cəmi. Yaradırsan kim? Sən. 23. O işarə əvəzliyidir. O əvəzliyi əgər hal şəkilçisi qəbul edibsə, deməli şəxsdir. Bir-də şəxsdir. B-də o çöllər qızdır. Hansı çöllər qızdır? Burada işarədir. Digərlər isə şəxsdir. 24. Əvəzlikdən sonra vergülün qoyulması doğrudur. O kitabı, bu yanlışdır, işarədir. Bu xəmir, hansı xəmir? İşarədir. O ağac kölgəsində oturub dincəlirdi. Buradan odan sonra vergül var, deməli şəxsdir. Həmçinin bunu iki cür düşünmək olar. Hansı ağacın kölgəsində, bir də kim ağac kölgəsində dincəlirdi? C variantı götürmək olar. O müsabiqənin nəticəsini maraqla gözləyirəm. Burada isə mən gözlədiyim üçün burada ancaq işarədir. 25. Hamının məqsədi birdir. Torpaqlarımızı geriyə qaytaraq. Burada verilmiş cümlədə həm mənsubiyyət, həm hal şəxsi qəbul etmiş əvəzlik, qeyri-müəyyən əvəzlik olan hamımızın sözüdür. 26. Həmin şagirdi mən çoxdan tanıyıram. Həmin olacaq. O, bu, elə, belə, həmin işarə. Mən olacaq şəxs. A. 27. Burada da əvəzliyin növünü soruşur. Keçmə araz dərindir, içmə suyu sərindir. Həsrət baxan bu ellər sənin dillərindir. Bu işarə səndə olacaq şəxs. 28. O şəxs əvəzliyi kimi işlənib. O insanla, hansı insanla işarə. O adamı işarə. Ən yaxın dostum odur. Bu isə kimdir? Sualına cavab verən şəxs əvəzliyidir. D-də isə yenə işarədir. Gərək anama elə hədiyyə alım ki, ürəyincə olsun. Həmin dağdan baxanda kəndə gedən cığırı görmək olur. Belə humanist insanlara hər zaman rast gəlmək olmur. 30. Nümunənin neçənci məsrasında sual əvəzliyi işlənmişdir. Harda olacaq? 3-cü misrasında. 31. Hansı cümlədə əvəzlikdən sonra vergülün qoyulması doğrudur? Bu kitab işarə olmaz. B-də o-dan sonra feili bağlama olmaz. C-də nə sualına cavab verir, özündən sonra isim gəlib olar. D-da o əsəri işarədə olmaz. 32. Hansı cümlədə əvəzlik ismi əvəz etmişdir? O, şərqdə opera sənətinin əsasını qoydu. Kim? O, burada elə A variantıdır. B-də sifəti əvəz edib. C-də də sifətdir. D-də isə zərfi əvəz edibdir. 33. Təyini əvəzliklər hər bütün filan öz. B variantı. 34. Yanlış istəyir. Əvəzliyin quruluşca üç növü var, doğru. Mürəkkəb əvəzliklər əsasına ayrı yazılır. Düz. Əşyanı ümumi şəkildə təyin edən əvəzlik qeyri-müəyyən yox. Təyin əvəzliklərdir. Ona görə C yanlışdır. 35. Əvəzdən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Hansı ki verəcəksiniz bir dəfə kim, bir dəfə də hansı sualını. Bu da olacaq, o şəhərdə işləyir kim, o, bir də hansı şəhərdə işləyir, o şəhərdə C variantı.
Əvəzlik sifəti əvəz etmişdi. O yanı qaya, hansı yanı o yanı? Deməli, burada olacaq elə A variantı işarə əvəzliyi. 37. Kimsə əvəzliyi birinin sinonimi kimi işlənibdir. Görürsünüz ki, hansı cümlədə təsdiqdədirsə kimsə əvəzliyi, onda olacaq kimsə qapını bərkdən döydü, yəni hər hansı bir şəxs. D-də isə kimsə əvəzliyin adıdır, ona görə təsdiqdə olsa da götürmürsən. 38. Hansı cümlədə əvəzlik təsirli haldadır? Heç kəsin gəlik, onun heç kəsi mənsubiyyət, heç nəyi burada qeyri-müəyyən təsirli halda olan qeyri-müəyyən əvəzlikdir. C variantı. D isə çıxışlıqdır. 39. Sual əvəzliyini sa ilə əvəz etmək. Baxın, görün, sual əvəzliyinin sayın sualı haradadırsa, oradadır da iclasa neçə adam gəlmişdi? 5 adam gəlmişdi. C. A-da sifətdir, B-də zərfdir, D-də də yenə miqdar zərfini əvəz edib. 40. Təyin əvəzlər hansı cümlədə verilib? Öz hər bütün 40A. 41. Əvəzlik işlənməyib. Belə işlər, hansı işlər var? İşarə. Hamı qeyri-müəyyən. Elə olan hücumun qarşısını Qazan xan aldı. Burada elə sözü deyil, sözün başlanğıc forması, eldir sözün başlanğıc forması, yönlük hal şəkilçisidir. Yəni, elə obaya olan hücum mənasındadır, ona görə C olacaq. 42. Həm isim, həm də əvəzlik kimi işlənə bilər, biz sözüdür, D. 43. Bu dərsə necə hazırlaşırsan? Sən olacaq isimin əvəz edir, bu sifəti necə də feilin yanında gəldiyi üçün zərfi. 44. O, bu əvəzliyindən sonra vergül qoyulmalıdır. Bu kitab sifəti əvəz edir, olmaz. O, bir çox ölkələrdə olmuşdu, oradan sonra olur burada. Çünki kimsə ona cavab verir, özündən sonra da say gəlir. C-də bu balaca oğlan işarədir, olmaz. D-da da oradan sonra feili bağlama gəlib, olmaz. 45. Bir işarə əvəzliyi deyil. Olacaq nə? Hər bütün filan öz təyin əvəzlik B. 46. Əvəzlikdən sonra vergül səhv qoyulub. B variantıdır. Çünki B-də nə sualına cavab versə də özündən sonra əvəzlik gəldiyi üçün olmaz. 47. Elə sözü hansı cümlədə zərfi əvəz etmişdir? Zərfi əvəz etməsi üçün özündən sonra ya sifət gəlməlidir, ya da feil gəlməlidir. Baxırıq. Elə adam burada sifəti əvəz edib. B-də obaya sözü mənasındadır. El sözündür. C-də görürsünüzmü? Feilin yanında gəlib, deməli zərfi əvəz edib. Yəni, gözəl danış, necə danış, elə danış o mənada. D-da isə elə təzəcə çatmışdıq ki, bu ədatdır. 48. Qeyri-müəyyən əvəzi işlənmişdir. Eyni təyinidir, hər təyinidir. Hərəyə isə qeyri-müəyyəndir. Hərlə hərəyəni qatmayın. Sonra 49. Əvəzlikdən sonra vergül səhv qoyulub. Eyni cümlələri 40 dəfə veriblər. Bu bizim qonşumuzun maşınıdır. Bundan sonra əvəzlik gəldiyi üçün olmaz. Digərləri doğrudur. 50. Əvəzlik işlənmişdir. A-da ədatdır. B-də ədatdır. C-də feildir, et mənasındadır. Sinifdə çoxlu şagird var idi. Burada isə ümumiyyətlə əvəzlik yoxdur. Burada yoxdur əvəzlik uşaqlar 50-də. 51. Hansı cümlədə əvəzlikdən sonra vergül qoyulmalı idi? A variantıdır elə. O kimsə ona cavab verir, özündən sonra da say gəlib. 52. Bizlərin bir adəti var. Basılanı kəsmərik. Burada əvəzliyə aid olmayan xüsusiyyət onun cəm şəkilçisi qəbul etməsidir. Çünki biz sözü elə özü nə bildirir? Cəmlik bildirir də, birinci şəxsin cəmidir.
Orada artıq lər şəkilçisini qəbul etməsi yersizdir. 53. Hansı cümlədə əvəzlik adlı haldadır? A-da gəlişdir heç kəsin. B-də heç nəyi, onu görmək olmurdu. Təsirlikdir. Onun heç kimi mənsubiyyət olduğu üçün adlıqdır. C variantı. D-də isə heç kimi tapa bilmədi, təsirlikdir. Demişdim ki, I, I, U, Ü şəkilçi sözlər bilmək istəyirsiniz, mənsubiyyətdir, yoxsa təsirlikdir. Özündən əvvəl onun sözünü artırırsınız. Onun heç kimi qalmamışdı deyə bilirsən. Amma onun heç kimi tapa bilmədi deyə bilirsənmi? Xeyr. 54. Neçənci misrasında əvəzlikdən sonra vergül qoyulmalıdır. O çəmən, o dağ işarədir. Olmaz. Amma o vətəndir. Burada isə olur. Çünki şəxs mənasındadır. O, bu, elə, belə, həmin. 55B. Əvəzliyin hansı məna növü işlənmişdir? Kim? Nə deyər bizdə olan qeyrətə? Qeyrətimiz bəlli bütün millətə olacaq. Sual, şəxs, bir də təyin əvəzlik. Doğru fikri müəyyən edin. O işarə əvəzliyindən sonra vergül qoyulmur. Bəli, doğrudur. Şəxs əvəzliyi mənsubiyyətə görə dəyişir. Xeyr, yanlışdır, heç vaxt. Birinci, ikinci şəxsi bildirən şəxs əvəzlər adətən insan olur. Bəli, işarə əvəzliyi adətən ismi yox, sifəti əvəz edir. Ona görə 4 yanlış. 58. Dünya sənin, dünya mənim, dünya heç kimin. Əvəzliyin hər üçünə aid olan xüsusiyyət təbii ki, ismin hal şəkilçisini qəbul etməkdir. 59. Şəxs əvəzlikləri şəxsə və kəmiyyətə görə dəyişə bilir. Bəli, yəni gələn mənəm, sənsən, odur, bizik bu mənada. Əvəzlikdə say kim ki məna növü var. Xeyr, 5 məna növü var. Yanlışdır. Mübtəda vəzifəsini işlənən o, bu əvəzlikdən sonra əvəzlik gələrsə vergül qoyulur. Xeyr, yanlışdır. Əşyanı ümumi şəkildə təyin edən əvəzliklər öz, hər, bütün, filan, eyni, doğrudur. 60. Hansı cümlədə əvəzlikdən sonra vergül səhv qoyulub? C-də o-dan sonra ədat gəldiyi üçün yanlışdır. Digərlərini isə izah etmişik. Bir də ehtiyac yoxdur. 61. Üçüncü mərtəbə burada saydı. Həmin sözü üçüncünü deməli təyin edirsə, deməli olacaq sayı. D variantı. 62. Doğrunu tapaq. Şəxs əvəzli mənsubiyyətə görə dəyişə bilir. Yanlış. Ancaq əsas nitq hissəsini əvəz edir. Bəli, doğrudur. Köməkçi nitq hissələrini əvəz etmir. Sonra əvəzliklər deyil quruluşca mürəkkəb ola bilmir. Yanlış. Niyə ki, filan kəs, hər kəs. İşarə əvəzliyi ancaq sifəti əvəz edə bilir. Xeyr, isimləşəndə ismi də əvəz edir. Əvəzliyin özünü də əvəz edir və s. Həmçinin zərfi də əvəz edir. 63. Hansı cümlədə əvəzlikdən sonra vergül qoyulmamalıdır? Eyni cümlə 40 dəfə yazılıb. A variantıdır. Çünki demişdik ki, əvəzlik gələndə qoyulmaz. 64. Hansı cümlədə mənsubiyyət şəkilçili isimdən əvvəl şəxs əvəzliyin işlənməsinə ehtiyac var? Bu əsasən uşaqlar sonu görəcəksiniz. I üstü 4, N üstü 4 şəkilçisindən olanlara aiddir. Təbii ki, orada N bitişdiricidir. Yəni, I üstü 4 şəkilçili olan sözlərə aiddir. Əsərini yenicə oxuyub qurtardım. Mən sənlə söhbət edirəm. Deyirəm, əsərini yenicə oxuyub qurtardım. Bilinmir ki, sənin əsərindən mi söhbət gedir? Yoxsa üçüncü şəxsindən söhbət gedir. Həmçinin bu tipli testlərin sualda belə düşə bilər ki, hansı sözü həm ikinci, həm üçüncü şəxsdə düşünmək olar. Sonra hansı cümlədə 65, əvəzliyin ki, müxtəlif məna növü var. Belə oğullar ancaq işarə. Kimlərindir? Sual, o günlər. Burada işarə, hərdən burada zaman zərfidir. Uşaqlar, hər əvəzliyinlə hərdən zaman zərfini qarışdırmayın. D-də bunu işarə hamıdan olacaq qeyri-müəyyən D variantı. 66. O-dan sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Burada da yenə bir dəfə kim, bir dəfə də hansı sualını verirsiniz, olacaq B variantı. Kim heykəlin yanında dayanmışdı o, bir də hansı heykəlin. 67. Əvəzlik sifəti əvəz etmişdir. Hansı adam? Elə adam. Olacaq D variantı.
A-da ismi, B-də bilmirik, isim də ola bilər, zərf də ola bilər. Məsələn, atılan ox araya qayıtmaz, araya sözü zərfində sual ola bilər, ismində sual ola bilər, ona görə dəqiq deyil. Dəmiri necə döyərlər, necə sözü feilin yanında gəldiyi üçün zərfi əvəz edəcək. 67 əvəzi 67 nə dedik? 68 o bu əvəzindən sonra vergül qoyulmalıdır. Bu Anarın kitabıdır. Burada bu deməli ismi əvəz edib özündən sonra da isim gəlib olmalıdır. O bina işarədir olmaz. Bu küçə o gün burada işarədir olmaz. 69 fikirdən biri səhvdir. Bütün nitq hissələrini əvəz edə bilmir. Bəli, köməkçini əvəz etmir. Şəxs əvəzi mənsubiyyətə görə dəyişir. Yanlışdır. Mənsubiyyətə görə dəyişmir. 70. Yalnız birində o əvəzindən sonra vergül qoyula bilər. O gün sən bizə gəlməliydin. O gün burada bütövlükdə zaman zərfidir. O ki dediklərini əməl etmədi. Burada ədat gəlib olmaz. C-də o-dan sonra əvəzlik gəlib olmaz. D-da isə o şəxs məzmunundadır. Özündən də sonra sifət gəlib olar. 71. Birində o əvəzindən sonra vergül qoyula bilməz. A-da o-dan sonra əvəzlik gəlib olmaz. Digərlərində isə şəxs əvəzi idi. Özündən sonra isim, sifət, isim gəldiyi üçün olar. 72. Hansı cümlədə əvəzliyin quruluşca növlərinin hər birinə aid nümunə var? Kimsə, nə isə, kimsə düzəltmə, nə isə mürəkkəb, ondan da sadə elə olacaq A variantı. 73. Cümlələrin birində əvəzlik işlənməmişdir. Bizin ucu barmağımı yaraladı. Burada alət mənasındadır. Elə olacaq A variantı. 74. Düzəltmə əvəzlik işlənmişdir. A. Onlar sadə, biz sadə, məni sadə. Neçənci isə olacaq düzəltmə sual əvəzliyi. 75. O-dan sonra vergül qoyulmalıdır. O-dan sonra A-da əvəzlik olmaz. B-də bağlayıcı olmaz. C-da işarə məqamı da olmaz. Amma D-da isə o şəxsdə özündən sonra zərf gəlib olar. 76. Səhv verilmişdir. Deyir, mən gələndə o getmişdi. O-dan sonra feil gələndə olmaz. 2-də modal sözün tələbinə görə qoyulub olar. 3-də o-dan sonra əvəzlik gəlib olmaz. 4-də evdəki sifətdə olar. Özündən sonra yəni sifət gəlib olar. O şəxsdir. 77. Biri hallana bilmir. Hallana bilməyən hallandırın da mənim, mənə, məni, hamının, hamına, kimdə, kimdə və s. Bütün isə hallanmır. 78. Sifəti əvəz edə bilən, baxın görün, bütün insanlar, hansı insanlar? D. A-da isimdir, B-də də ismi əvəz edib, C-də isə neçə yaşı sayı əvəz edib. 79. Biri mənsubiyyətə görə dəyişə bilmir, təbii ki, şəxs əvəzliyi mən. Sonra əvəzliyin ismi əvəz etdiyi cümləni bütün insan sifəti əvəz edib, bu şəhər sifəti, neçə yaşı sayı, D-də isə o şəxsdə ismi əvəz edib. 81. Əvəzi işlənməyən cümlə, bura gələndə kitablarını da gətirin, bura yer zərfidir, elə A variantıdır. 82. Əvəzliyin hansı məna növü yalnız ismi əvəz edir, şəxs əvəzliyidir. 83. Cümlələrin birində əvəzliyin məna növündə yalnız şəxs qeyri-müəyyən. Mən şəxsdir, öz təyini, heç kim qeyri-müəyyən çıxdın. Hamımız qeyri-müəyyən bu işarə pozdu. C-də öz təyini pozdu. Qaldı D variantı, sən şəxs, hamı da qeyri-müəyyən. 84. O hara baxır? O-dan sonra əvəzlik gəlib olmaz. B-də o-dan sonra bağlayıcı olmaz. D işarə məqamı da olmaz. C isə o şəxs özündən sonra da say gəlib olar. Əvəz edə bilmir, təbii ki, qoşmanı C. 86. Əvəzlik sifətin yerində işləmişdir. Elə oldu ki, necə oldu ki, burada elə A variantıdır. B-də elə dayanmısan, elə necə, nəcür dayanmısan zərfi. C-də mənsubiyyət hal şəkilçisi qəbul etdiyi üçün ismi əvəz edib. D-da yenə zərfi əvəz edib. 87. Əvəzliyin bütün məna növünə aid nümunə vardır.
bütün məna növünə elə olacaq B variantı. 88. Qeyri-müəyyənlik bildirən əvəzlik. Bu vaxt bu bütövlükdə zaman zərfidir. Elə gəlmirdi burada işarə əvəzliyi. C-də nə isə olacaq qeyri-müəyyən əvəzlik. 89. Elə zərfi yerində işlənmişdir. Elə danışmağına baxma, necə danışmağına elə B variantı olacaqdır. A-da sifəti, C-də sifəti əvəz edib, D-də isə ismi əvəz edibdir. 90. Vergül yanlışdır. Bu məlumatları idarəyə vaxtında bildirməliyik. Burada işarə məqamında olduğu üçün elə A variantı yanlışdır. 91. Şəxs əvəzliyi məzmununa görə digərindən fərqli suala cavab verir. Yəni, üçü kim şəxsə, insana aiddir, biri isə yox. Ona görə mən, sən, biz şəxsdir. Amma o Fuadın hədiyyəsidir. O, burada şəxs məzmunu yox, əşya məzmunu bildirir. 92. Mənsubiyyət şəxsi qəbul edə bilir bizim bəzilərimiz. Olacaq C. 93. O-dan sonra vergül qoyulmalıdır. A-da O-dan sonra feil var. B-də O-dan sonra ədat. Sonra C-də işarə məqamında olmaz, qaldı C. D-də işarə məqamında olmaz, qaldı C variantı. Kim? O, atamın əsgərlik tanışıdır. 94. Səhvi müəyyən edin. Şəxs əvəzi ismə aid bütün qrammatik şəkilçiləri qəbul edir. Xeyr, mənsubiyyəti qəbul etmir. İşarə ismi əvəz etdikdə özündən sonra vergül qoyula bilir. Bəli, bu dedik ki, məsələn, dostumun hədiyyəsidir. Feildən başqa bütün əsas nitq hissələrini əvəz edir. Xeyr, o nə edir? Feili də əvəz edir. Təyin əvəzlər əsasən sifəti əvəz edərək onun yerində işlənir. Bəli, doğrudur. 95. Deməli, burada yalnız ismi əvəz edən şəxs əvəzi idi. Bir doğrudur. Özündən sonra hər zaman vergül qoyulur. Bu yanlışdır. Hal şəkilçisi qəbul edə bilir. Hal şəkilçisi hər ikisinə aiddir. Deməli, 1, 3. Cəm şəkilçisi ilə işlənə bilir. 1. Sifəti əvəz etdikdə hansı sualına cavab verir? 1, 3, 4. Sonra 96. Verilmiş əvəzliklərdən hansı mənsubiyyət şəkilçisi ilə işlənə bilmir? Bizim heç kimimiz deyirsən, sən işlənə bilmir şəxs əvəzliyi. 97. Qeyri-müəyyən əvəzlik hal şəkilçisi işlənmişdir. Onun heç nəyi mənsubiyyətdir, filankəs adlıqdır, kimsədən. Burada elə C variantıdır ki, qeyri-müəyyən əvəzlikdir, çıxışlı xaldır. 98. 98. Eyler-Venn diaqramının sual işarəsi qoyulmuş hissəsinə hansı fikir yazıla bilər? Deyir, öz bəzi qeyri-müəyyən əvəzliklərdir. Yox, biri təyini, biri qeyri-müəyyəndir. Hansı əvəzlikdə o bu əvəzlikdən görüm, harada qaldı. Yalnız ismi əvəz edir, yanlışdır. Mənsubiyyət şəkilçisi ilə işlənə bilər. Mənim özüm, bizim bəzilərimiz. Bəli, bu ola bilər C variantı. Hansı cümlədə o bu əvəzliyindən sonra vergül qoyulmalıdır? Bu hadisə sifəti əvəz edib olmaz. Sonra o səninlə görüşmək istəyir. Odan sonra əvəzlik gəlib olmaz. Bu bizim, buradan sonra əvəzlik gəlib olmaz. D-də isə o çox fikirləşdi, zərf gəlib olar. 100. Odan sonra vergülün işlənməsi doğru deyil. Buradan sonra əvəzlik gəlib olmaz. B doğrudur. B, C, D doğrudur. 101. Hansı cümlədə əvəzlikdən sonra vergülün işlənməsi doğrudur? A-da özündən sonra əvəzlik gəlib yanlışdır. B-də yenə özündən sonra əvəzlik yanlış. D-da da işarə məzmunudur yanlış, qaldı C variantı. Yanlış fikri müəyyən edin. Mən filankəsdir, ismi əvəz edir. Mənsubiyyət şəkilçisi qəbul edə bilir. İkisinə də aiddir, bu yanlışdır. Hallana bilir. Düzdür. Deməli,
Quruluşca mürəkkəbdir. 5-ə yazıb, düzdür. 3, 5 doğrudur. 3-dən 5-i 3, 5 doğrudur. Deməli, ismi əvəz edir. Bu ortaya yazılmalıdır. Ona görə 2 ilə hansı yanlış olacaq? 2 ilə bir də baxım, ismi əvəz edir. Bu bir ortaya getməlidir. Mənsubiyyət şəkilçisi qəbul edir. Yanlışdır. 1-dən 2-dir, yanlış. Hallana bilir, ikisinə də aiddir. Qeyri-müəyyən şəxsi bildirir, filan kəsə aiddir. Quruluşca mürəkkəbdir, bu da filan kəsə aiddir. Klasteri tamamlayın. Mənsubiyyətə görə dəyişir, hallanır. Hər kəs sözüdür. 104 təyin əvəzi işləmişdir. Əla variantında bütün. 105 oradan sonra vergül işlənməsi yanlışdır. Buradan sonra D variantında əvəzlik gəlib yanlışdır. Qardaşım gil 4-cü mərtəbədə yaşayır. Biz də həmin mərtəbədə yaşayırıq. 106. Sonra 107. Şəxs əvəzlikləri ismi əvəz etsə də bütün bəzi xüsusiyyətlərini qəbul etmir fikrini təsdiqləyə biləcək ən azı 2 fikir yazın. Şəxs əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul etmir. Bir də deməli nədir onun adı? Cəmdə olan məsələn biz, siz əvəzliklərdir ki, onlar cəm şəkilçisini qəbul edəndə artıq öz xüsusiyyətini itirmiş olur. 108. 1, 2, 3-cü şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul edə bilək qeyri-müəyyən əvəzlik. Bizim hər birimiz, bizim hər kəsimiz, sizin hər kəsiniz, belə sözlər. Sonra bizim hamımız, sizin hamınız, bizim birimiz, bizim bəzimiz, sizin bəziniz və s. Buradan sonra hansı köməkçilik hissəsi gələkdə vergül qoyulur. Deməli, təsdiq inkar ədatları, bir də güya sanki elə bil modal sözlərindən başqa digər modallar gəldikdə. Belə həm sifəti, həm zərfi əvəz edən, həm də ismi əvəz etdiyi cümlələr yazın. Zərfi əvəz etmə məqamı. Belə danış, hamının xoşu gəlsin. Beləsi az tapılar. Bu da olacaq ismi əvəz etməsi. Sağ olun uşaqlar, hələlik. Zəhmət olmasa bu izahları digər yoldaşlarınızla da paylaşın ki, bir çox şagirdlər yararlana bilsin. Kanalımıza abunə olmağı, paylaşmağı, bəyənməyi unutmayaq.